Salam. Bu günlərin biz dünyada sayısına görə ən böyük göl hesab olunan Xəzər dənizi və ya da Xəzər gölü ilə bağlı qeyd eləyəcəyik. Belə ki, sahilində yerləşən ölkələr, ona tökülən çaylar, Xəzər dənizində olan adalar, yarımadalar, körfəzlər və limanlarla bağlı məlumat əldə edəcəyik. İlk növbədə başlayaq ki, Xəzər dənizinə həm Xəzər dənizi, həm də Xəzər gölü deyirlər. Belə ki, biz də başlayanda ilk öncə də qeyd elədik ki, sahəsinə görə dünyanın ən böyük gölü olaraq qeyd olunur. Niyə məhz dəniz və yaxud da niyə göl deyilir? Xəzər dənizi deyilməsi səbəbi Xəzərin sahəsinin böyük olması ilə bağlıdır. Belə ki, sahəsinə görə Xəzərə dəniz deyə qeyd olunur, amma qapalı hövzədə yerləşməsi baxımından isə bura qeyd eləyək. Qapalı olmasına görə qapalı hövzədə qapalı olma səbəbindən isə göl olaraq qeyd olunur. Xəzərə nəzər saldıqda biz görə bilərik ki, Xəzər sahili 5 ölkə ilə həmsərhəddir. Belə ki, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya ölkələri ilə əhatə olunub. Xəzəri şimaldan əhatə edən ölkələr Rusiya və Qazaxıstandır. Ə, Şərq sahillərinə nəzər saldıqda Xəzərin burada Qazaxıstan və Türkmənistanı görə bilərik. Cənubdan İranla, qərb sahillərində isə Azərbaycan və Rusiya ilə həmsərhəd olduğunu, yəni sərhədlərinin olduğunu qeyd edə bilərik. Xəzərdə ən böyük su sərhədinə malik, yəni su autoriyasına malik olan ölkə isə məhz Qazaxıstanı qeyd edə bilərik ki, ən böyük Xəzər sahili mövqeyə Qazaxıstan malikdir. Nəzər salsaq, Xəzər dənizi qədim keçmişdə Pangeyanın ayrılmış hissələri olan Lavrasiya və Gondvananın arasında yerləşən Tetis okean qalığıdır. Məhz bu qalıq sözünə görə deyə bilərik ki, Xəzər ə, relikt mənşəli göldür. Bundan başqa Xəzər həm də tektonik mənşə olaraq göl qeyd olunur. Buna nəzər salaq, 10 milyon il əvvələ qədər Qara və Xəzər dənizlərinin yerində nəhəng Sarmat dənizi mövcud olmuşdur. Sonradan Böyük və Kiçik Qafqaz dağlarının qalxması nəticəsində Xəzər qapalı su hövzəsinə çevrildi ki, məhz bu səbəbdən də Xəzərə göl deyilir. Deməli, biz tektonik prosesləri də nəzərə alaraq qeyd edə bilərik ki, Xəzər həm relikt, həm də tektonik mənşəli göl olaraq qeyd olunur. Qədim Tetis okeanının qalığı baxımından təkrar edirik. Relikt, amma Avrasiya ilə Afrika dağlarının toqquşması nəticəsində dağların tektonik qalxması nəticəsində isə qapalı çökək su hövzəsində yerləşib ki, buna da tektonik mənşə olaraq qeyd olunur. Xəzəri qeyd etdiyimiz kimi dünyanın ən böyük gölüdür. Həmçinin hidroloji xüsusiyyətlərinə görə isə dəniz deyə qeyd olunur. Ümumi sahəsi 392 min kvadrat kilometr olaraq qeyd olunur, amma bu sahə dəyişir. Məsələn, 2026-cı ilə biz nəzər salsaq görə bilərik ki, Xəzərin səviyyəsində enmələr müşahidə olur ki, bu da onun sahəsinin azalması ilə nəticələnir. Bir neçə 10 illikdən sonra isə qalxmalar baş verə bilər ki, həmin zamansı sahəsində genişlənmələr ola bilər. Ən dərin yerinə nəzər saldıqda isə təxminən baxın bu hissədə yerləşən 1025 metr dərinliyə malik olan Lənkəran çökəkliyini qeyd edə bilərik. Xəzər sahili hissələrinə nəzər saldıqda isə dəniz sahil hissələrində biz bu hissələrdə səhra, yarım səhra landşaftının yayıldığını qeyd edə bilərik ki, səhra, yarım səhra landşaftı nisbətən geniş yer tutur. Xüsusən də bu Qazaxıstan, Türkmənistan sahillərində daha geniş yer tutur. Bundan başqa Xəzərə 130-a qədər çay tökülür. Bura tökülən çayların əsasən suyunun 82%-i tək demək olar ki, elə Volqa çayının payına düşür. Ən çox çay isə qərb sahillərinə tökülür deyə qeyd edə bilərik. İndi burada baxaq, şimaldan tökülən çaylara nəzər salsaq 3 çay olaraq qeyd olunur ki, Volqa çayı, Ural çayı və Enba çayını qeyd edə bilərik. Volqa çayı Xəzərə şimaldan tökülməklə yanaşı eyni zamanda Rusiya ərazisindən axıb tökülən çaydır. Ural və Enba çayları isə Qazaxıstan ərazisindən Xəzərin şimalına tökülən çaylar deyə qeyd edə bilərik. Təkrar qeyd edək. Xəzər dənizi şimaldan tökülən çaylar Volqa, Ural və Enba çayını qeyd edə bilərik. Siz Volqa çayının mənsəbinə diqqət etsəz, görə bilərsiniz ki, burada qolları parçalanmış, şaxələnmiş şəkildə bu formada qeyd olunur.
Bu da onun mənsəbinin delta olması ilə əlaqədardır. Xəzərin qərb sahilinə nəzər saldıqda isə oradan tökülən çaylara diqqət etsək, ki, burada fikir verin, Rusiya ərazisinə Kuma, Terek, Sulak və bizim ərazimizdən axan çaylar daxildir. Nəzər salsaq Rusiya ərazisindən Kuma, Terek, Sulak, şimaldan cənuba ardıcıllıq belədir. Təkrar qeyd edirəm. Kuma, Terek, Sulak və Azərbaycan ərazisindən axan bütün çayları qeyd edə bilərik ki, biz Xəzərin qərb sahilindən tökülən çaylardır. Ki, Böyük Qafqazın şimal-şərq yamacından yerləşən qarpızlıqlarla qidalanan çaylar Samur, Qusar, Qudyal, Qara, Vəlvələ, Cilgil, Şabran, Ataçay, Abşeron, Qobustan çayları, Pirsad, Sumqayıt, Ceyrankeçməz, həmçinin Lənkəran vilayətinin çayları Bolqar, Biləş, Lənkəran, Təngərud, Astara çayları qeyd edə bilərik ki, Xəzərin qərb sahilindən tökülən çaylardır. Cənub hissəsinə nəzər saldıqda isə biz burada Səfidrud çayını görə bilərik ki, bu Səfidrud çayı həm belə, həm də Qızılcan olaraq da qeyd olunur, yəni iki adı var və Türkmənistan sahilindən isə Atrek çayını görə bilərik. O Türkmənistan və İranın sərhədindən axan çaydır. Baxın burada gördüyümüz Atrek çayı. Səfidrud ikinci adı olaraqsa qeyd elədik ki, bu Qızıl Üzən çayı olaraq qeyd olunur. Bu Xəzərə belə deyim də tökülən çaylardır. Şimaldan Volqa, Ural, Emba, qərb sahilindən Kuma, Terek, Sulak və Azərbaycan ərazisindən axan çaylar, cənubdan Səfidrud və ya Qızılüzən, Türkmənistan-İran sərhədindən bir növ cənubi şərq hissədən isə tökülən Atrek çayını qeyd edə bilərik. Tək Volqa çayı Xəzərə tökülən 130-a qədər çayın suyunun belə deyək də demək olar ki 82%-ni verir. Volqa çayı həm gəmiçilik kanalı olaraq çox mühüm əhəmiyyətə malikdir, həmçinin balıqların sayının artırılmasında çox mühüm rola malikdir deyə qeyd edə bilərik. İndi isə buradakı bəzi suallarla tanış olsaq, Xəzər hövzəsinə aid olan ölkələr qrupu biz bildik ki 5 ölkə ilə Xəzər həmsərhəddir. Belə ki İran, Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan olaraq B variantını qeyd edə bilərik. Hansı ölkələrin qərb sahillərini yuyub? Düşünsək ki, bu Xəzər dənizidir. Burada yerləşən ölkələrin qərb sahillərini yuyacaq. Söhbət Qazaxıstan və Türkmənistandan gedəcəkdi. Doğru cavab qalacaqdı E variantı. Şimala hansı ölkələrə aiddir? Şimaldan biz qeyd elədik ki, Rusiya və Qazaxıstanla həmsərhəd olduğu üçün A variantını qeyd edəcəyik. Şimaldan tökülən çaylar bildik ki, Volqa, Ural və Embadır və doğru cavab götürəcəkdik Ural çayını. Qazaxıstan ərazisindən tökülənlər Ural və Emba, yəni A variantını götürəcəkdik. Şimaldan tökülən çaylar yenə Volqa, Ural, Emba, A variantı. Cənubdan tökülən, yəni İran ərazisindən tökülən isə biz dedik Səfidrud, ikinci adı isə Qızılüzən çayı olaraq qeyd edəcəyik. Xəzər dənizinə qərbdən tökülən çaylar biz dedik ki, Rusiya ərazisindən tökülən Kuma, Terek, Sulak və Azərbaycan ərazisindən tökülən bütün çayları qeyd edə bilərik. Baxın, diqqət etsəz, Volqa şimaldandır, Emba şimaldan, Volqa yenidən şimaldan, Ural, Emba şimaldan tökülür. Buna görə doğru cavabımız qalırdı A variantı. Xəzər dənizinə nəzər saldıqda biz nəyi qeyd edə bilərik ən vacib? Qərb sahilləri boyunca söhbət gedir, yəni baxın bu hissələrindən. Axınlar şimaldan cənuba doğru hərəkət edir. Şərq sahillərində, yəni bu hissələrində isə axınlar cənubdan şimala doğru hərəkət edir deyə qeyd edə bilərik. Bir növ diqqət etsək, burada saat əqrəbinin əksi istiqamətdə belə deyim də bir hərəkət müşahidə edə bilərik. Eyni zamanda qeyd edək ki, Xəzərdə güclü dalğalar da müşahidə olunur ki, bu Abşeron yarımadasına təsir edən Xəzri küləklərinin xüsusilə burada rolu böyükdür. Belə ki, biz bilirdik ki, Xəzri küləkləri şimal və şimal-şərqdən Abşeron yarımadasına təsir edən küləklərdir ki, bu da Xəzərdə güclü dalğaların yaranmasına səbəb olur ki, o dalğaların da hündürlüyü təxminən 10-12 metrə çatır. İndi isə burada gəlsək, Xəzər sahili ölkələrdə yerləşən ada, yarımada və körfəzlərlə tanış olaq. İlk növbədə başlayaq yarımadalarla ki, bizim yarımadamız olan Abşeron yarımadası Azərbaycana aid, Rusiyada olan Aqraxan yarımadası, Qazaxstana aid olan Buzati və Mangistau yarımadaları, Türkmənistana aid olan Türkmənbaşı, Çərəkən yarımadaları və
İrana məxsus olan Miyanqala yarımadasını qeyd edə bilərik. Təkrar edəsək, Abşeron, Aqraxan, Buzaçi, Mangistau, Türkmənbaşı, Çələkən yarımadası və Miyanqala yarımadasını qeyd edə bilərik. İndi isə adaları qeyd edək. Adalara nəzər saldıqda isə e, Rus ərazisindən Çeçen adasını qeyd edə bilərik. Qazaxıstan ərazisindən Suiti və Kulalı adalarını, həmçinin Buzaçı yarımadasının şimal-şərqində yerləşən Durnev adalarını və Türkmənistana məxsus olan Oqurcinski adasını qeyd edə bilərik. Daha sonra qeyd eləyək, biz burada körfəzlərə nəzər salaq. Körfəzlərə baxsaq, Azərbaycan ərazisində yerləşən burada Qızılağac körfəzi, Rusiyaya məxsus olan Qızdar körfəzi, Mangustan və Buzaçı yarımadaları arasında demək olar yerləşən Mangustau körfəzi, burada Qazax körfəzi ki, Qazaxstana məxsus olan, Türkmənistana məxsus olan Qara Boğaz Qol körfəzi ki, məlumat üçün qeyd edək ki, bu Xəzərin ən duzlu körfəz olaraq qeyd olunur. Ən duzlu körfəzdir. Və buradan həmçinin Türkmənistan Qulauber duzu hasil edir. Qulauber duzu, yəni çıxarır deyə qeyd edə bilərik. Aşağıda Türkmənbaşı körfəzi, burada isə Türkmən körfəzini qeyd edə bilərik. Təkrar qeyd etsək, Azərbaycanda Qızlar körfəzi Lənkəran inzibati rayonu ərazisinə düşür. Rusiyada Qızlar, Qazaxıstan ərazisində Mangistau və Qazax körfəzi, Türkmənistanda isə Qaraboğaz Qol, Türkmənbaşı və Türkmən körfəzini qeyd etmək olar. Daha sonra limanlara nəzər saldıqda, Bakıdan Rusiya istiqamətində diqqət etsəz görə bilərik ki, bu istiqamətdə Mahaçqala və şimal istiqamətdə isə Həştərxan limanı var. Baş hərflərini qeyd edim. Mahaçqala, Həştərxan. Qazaxıstana qeyd olunan bir liman qeyd olunur. Bakı Aktau limanı. Burada da adı qeyd olunub. Türkmənistana iki liman var. Bakı Bektaş və Bakı Türkmənbaşı limanlarını qeyd edə bilərik. İran tərəfə nəzər saldıqda isə Bakı Əncəli limanını qeyd etmək mümkündür. Daha sonra nəzər saldıqda Xəzər dənizinin 3 hissəyə ayrılır. Mən onu bu tərəfdən də qeyd etməyə çalışım. Elə buradakı məlumatları çatdırım sizə. Belə ki, təxminən 44 dərəcə şimal enliyindən, ki, bura 44 dərəcə olaraq qeyd edək. 44 dərəcə şimal enliyindən yuxarıda qalan bu hissələr Şimali Xəzər adlanır. Şimal. 44 dərəcədən təxminən bura kimi olan bu 40 dərəcəli enliyi əhatə edən hissəsi mərkəz. Buradan aşağıda qalan hissəsi isə Xəzərin cənub hissəsi deyə qeyd olunur. Yəni, nəzər saldıqda Şimali Xəzərlə bağlı biz onu söyləyə bilərik ki, bura 3 çay tökülürdü. Volqa, Ural və Enba çayları. Ki, Volqa Rusiyanın, Ural Enba isə Qazaxıstan ərazisindən tökülürdü. Xəzərin şimal hissəsində nisbətən duzluluq təbii ki, azdır. Promil işarəsi qeyd edərək yazın bura, azdır. Və şimal hissəsi temperatur aşağı olma səbəbindən qış aylarında donması müşahidə olunur. Demək olar ki, hər il bu hissələrdə donmalar olur. Mərkəzi hissəyə nəzər saldıqda isə Xəzərin deyə bilərik ki, təxminən burada temperatur 5-10 dərəcə sesi, 5-10 dərəcə sesi, promil isə həmçinin elə 5-10 promil olaraq qeyd olunur duzluluq. Mərkəz hissədə güclü dalğalar, hündür dalğalar müşahidə olunur və bundan əlavə qeyd edə bilər ki, bəzən həmçinin mərkəz hissələrdə də donmalar müşahidə olunur ki, 2000-ci ilin əvvəllərində Sumqayıt hissəsində, məsələn, bu hissələrdə Xəzərdə donmalar olmuşdu. Cənub hissəsinə nəzər saldıqda isə temperaturun ən yüksək olduğu hissəsi həmçinin qeyd edə bilərik. Bu səbəbdən buxarlanma qabiliyyəti çoxdur, buxarlanma da çoxdur, həmçinin duzluluq da çoxdur deyə qeyd edə bilərik. Bir saniyə. Həmçinin Xəzərin cənub hissəsində də duzluluğun çox olduğunu qeyd etmək mümkündür. Bundan əlavə qeyd edək ki, biz axı biraz problem oldu burada, bunu da qeyd edeyim. Bu şəkildə bölmüşdük ki, şimalı, mərkəzi və cənubu deyə. Xəzərin cənubunda Xəzərin ən dərin yeri olan
Lənkəran çökəkliyi də yerləşir deyə qeyd edə bilərik. Daha sonra nəzər saldıqda indi suallarla tanış olaq. Şimali Xəzərdə suyun duzluluğunun az olması əlaqədardır. E, Xəzərin şimal hissəsinə biz dedik ki, Volqa çayı tökülür, Ural, Enba çayları tökülür ki, ən böyük faiz Volqa çayındaydı və çaylar hamısı şirin su olduğundan da şimal hissəsində Volqa çayının tökülməsi və üstəgəl temperaturun aşağı olması duzluluğun az olmasını gətirib çıxarır. Daha sonra Xəzər dənizinin şərq hissəsinə deyirsə, məsələn düşünək ki, bu Xəzər dənizidir. Şərq hissəsi bu tərəflər, yəni Qazaxıstan və Türkmənistan sahillərində. Suyun axını cənubdan şimala doğru, bəli bu doğrudur. Biz burada demişdik ki, Xəzərin bu hissəsində, yəni qərb hissəsində şimaldan cənuba, şərq hissəsində isə cənubdan şimala doğru hərəkət edir. Birinci ifadə doğrudur. Volqa və Səfidru çayları tökülür. Xeyr, Volqa şimaldan, Səfidru isə cənubdan tökülür. Bu ifadə yanlışdır. Buzati Mangusta yarımadalar bəli Qazaxıstan ərazi buralarda yerləşdiyinə görə 3 doğru fikirdir. Ən dərin çökəklik Xəzərin cənubunda idi. Yanlış fikirdir. Duzluluq cəmi 1-2 promillə qədərdir. Bu da yanlış fikirdir. Yəni doğru cavab qalırdı 1 və 3. Burada isə uyğunluq istəyir bizdən şimal, mərkəz və cənub hissələrindən bağlı. 40 dərəcə şimal ilə 44 dərəcə şimal elliyinə rastlaşır. Təbii ki, bu mərkəz hissəyə aiddir. Qışda buz bağlayır. Bu şimal hissədir. Duzluluq 10-13,5 promillə çatır ki, nisbətən çoxdur. Bu Cənubi Xəzərə aiddir. Azərbaycan sahilləri yerləşmir. Azərbaycan mərkəz və cənub hissələrində yerləşir, amma şimal hissədə yerləşmir. Ona görə də aid edəcəkdik bura. Lənkəran çökəkliyi isə Xəzərin cənub hisəsinə aiddir. Ona görə də bunu da aid edirdik üçüncüyə. Doğru cavabımız qalırdı A variantı. Xəzər dənizinin ən dərin yeri qeyd elədi ki, Lənkəran çökəkliyi 1025 metr dərinliyi var. Xəzər dənizinə aid olan əlamətlər dünyanın ən böyük qapalı su hövzəsidir. Bəli, qapalı su hövzəsi, yəni gölü mənasında qeyd olunur ki, doğru fikirdir. Duzluluq şimaldan cənuba doğru azalır. Xeyr, tam tərsi artırdı. Ona görə ikinci ifadə yanlışdır. Qərb sahilləri daha sıx məskunlaşmışdır. Bəli, məsələn, Abşeron yarımadası misalında qeyd edə bilərik Bakı şəhərini. Səviyyə tərəddüdləri müşahidə olunmur. Xeyr, olunur. Hətta biz sahəsini belə qeyd edəndə dedik ki, artıb azalmalar müşahidə olunur. Hər tərəfdən səhralar da əhatələnmişdir. Xeyr, səhralarla əhatələnməyib hər tərəfdən. Məsələn, Azərbaycan sahillərinə nəzər salsaq, biz görə bilərik ki, biz tərəfdə səhra yoxdur, yarım səhradır həmin hissələrdə nisbətən. Qış aylarında şimal hissəsi buz bağlayır. Bəli, bu da doğru fikirdir. Yəni doğru cavab qalırdı 1, 3 və 6. Xəzər dənizinin körfəzləri istəyir burada bizdə. Manqustau biz qeyd elədik ki, Qazaxıstanda bəli var. Riga Baltik dəniz daxilindədir. Xeyr. Oman, xeyr. Qızılağac bəli Azərbaycan sahilindədir. Demək bu doğru fikir. Qarabağazqol bəli Türkmənistanda doğru fikir. Və Dərbənd isə Xəzər dənizinin körfəzləri hissəsində qeyd olunmurdu. Qalırdı 1, 4 və 5, yəni A variantı. Burada isə uyğunluq istəyir körfəzlərə uyğun. Məsələn, Qarabağaz Qol körfəzinə biz nəzər salsaq, biz qeyd elədik ki, bu Türkmənistandadır. Qızlar bu Rusiya ərazisində olan körfəzimizdir. Bəndərşah İranda, Manqustau Qazaxıstan, Qızılağac Azərbaycanda, Qazax körfəzi elə Qazaxıstanda, Türkmənbaşı isə Türkmənistanda deyə qeyd edirdik. Yəni bu formada qeyd edə bilərdik. Bu suala nəzər saldıqda Xəzər dənizi hansı dağlardan başlayan çaylar üçün eroziya basisidir? Siz burada belə deyim, sualı saxlayıb özünüz oxuyub cavabı gedib daha sonra izahına baxa bilərsiniz. Baxın, burada məntiqlə biz necə qeyd edəcəyik? Xəzər sahili ölkələrdə yerləşən dağ sistemlərini qeyd edəcəyik ki, həmin oradan başlayan dağ sistemlərindən axan çaylar Xəzərə tökülə bilər. Məsələn, Qafqaz dağlarından bəli, məsələn, Samol, Qusar, Qudyal qeyd edə bilərik. Ural dağlarını qeyd edə bilərik. Kopet dağ, Türkmənistan sahili, İran sərhədli bəli qeyd edə bilərik. Həmçinin Zaqrosu qeyd edə bilərik. Yəni doğru cavabımız A çıxırdı. Amma digər variantə baxdıqda məsələn burada Pamir pozurdu. Çünki Pamir dağlarından başlayan çaylar biz əsasən Amudarya, Sırdərya qeyd eləmiş ki, Arala tökülür. Daha sonra Qaraqorum C variantından pozurdu, düzgün gəlmirdi. D variantının yenidən Pamir. Y variantından Hindiquş. Bu variantlara çıxdıqda elə doğru cavabımızın A olduğunu qeyd edə bilərdik.
Gəlsək indi Xəzər dənizinin problemlərinə ki, Xəzər dənizinin üç əsas problemi var. Səviyyə tərəddüdü, ekoloji və bioloji problemlər deyə qeyd edə bilərik. Səviyyə tərəddüdü o deməkdir ki, səviyyə eyni deyil və dövrü olaraq dəyişir. Yəni sahəsi artır və azalır. Hazırda dənizin səviyyəsi dünya okean səviyyəsindən -27 metr aşağıdadır. Bəs səbəblər nədir? Əsas səbəblər çoxillik iqlim dəyişmələri, bir bunu qeyd edirik. 2. Dənizin dibində baş verən tektonik proseslər. 3. İnsanların, yəni antropogen amillərlə izah olunur. Ekoloji problemlərə nəzər saldıqda, belə söyləyək də, Xəzər dənizi biz bilirik ki, zəngin neft qaz ehtiyatlarına malikdir və bu səbəbdən də neft qazın hasilatı zamanı yaranan belə deyək də, dağıntılar olan Xəzərin üst hissəsini tutur ki, bu da ekoloji problemlərin yaranmasına, həmçinin bundan başqa sənaye və məişət tullantılarının, kanalizasiya sularının axıdılması da ekoloji problemlər yaradır deyə qeyd edə bilərik. Üçüncü məsələyə nəzər salsa bioloji problem elə bu ekoloji problemdən qaynaqlanan bir problemdir ki, canlılar aləminin dənizdə olan canlılar aləminin sayının azalmasıdır. Əsasən antropogen amillər, elə neft qazın hasilatı da həmçinin ekoloji problemlərlə yanaşı bioloji problemlərin də yaranmasına səbəb olur. Xəzərin nəqliyyat ticarət əlaqələrinin genişlənməsində, inkişaf etdirilməsində böyük rolu var. Bundan başqa qeyd edə bilərik ki, kurort turizm kompleksləri üçün Xəzərin qumlu çimərlikləri əlverişlidir ki, Abşeron yarımadasındakı sahilləri Giləzi Zarat, Nabran Yalama, Lənkəran və Rusiyanın Dağıstan sahillərində istirahət, kurort turizm məqsədi ilə əlverişlidir. Xəzər dənizi ilə bağlı bu qədər. E, Xəritədə də baxdıqda ada, yarımadaların, körfəzlərin yeri düşünürəm ki, rahatdır, çətin bir mövzu deyil. Hər kəsə uğurlar, sağ olun, salamat qalın.